Allah Mahirə rəhmət eləsin. Mahir çox cəngavər oğlanın biridir. Həddən artıq elə bir cəngavər oğlan idi. O 45 nəfərin içərisində demək olar ki, ən ürəkli, ən qəhrəman, ən qorxmaz oğlanlardan biriydi. Allah cəmiyyət şəhidləri rəhmət eləsin. Biz döyüşə girəndə o hamıya öğüd nəsihət verirdi ki, qorxmaq lazımdır. Biz erməniyə qalib gəlməliyik. Gəldik də biz alınmaz bir qalanı axşam saat 5-dən səhər saat 7-ə qədər ancaq Mahirin səsi gəlirdi ki, irəli. 7 kəndi aldıq, durduq. Hala ermənilərə də söyürdü. Söyə də biz istədiyimizə nail olduq. Ancaq indi əfsuslar olsun, o vaxtlar belə deyildi. Biz 15 gün, 20 gün o həmən kəndi saxladıq. Necə lazımdır. Biz xəbər də verdik ki, biz bu işi görmüşük. Düzdür. Ondan başqa da rəhmətli Şirin Mirzəyev vardı, Ağdam qəhrəmanları da vardı, Zakir Hüseynov var idi orada, Xaqani var idi. Onlar da yaxşı döyüşçülər idi. Bir yerdə qışqırdılar ki, Mahir şəxsən qabaqda gedirdi ki, bir dənə olsun ki, biz geri söhbəti ola bilməz. İrəlidə gedirdi, özə qışqıra. Biz deyirik ki, Mahir gözlə, deyir, yox, mən sinəmlə getməliyəm irəli. Sinəmlə. Patronu qutarırdı. Ermənilər bütün nə qədər texnikaları var idi, nə qədər adamları vardı, hamısını qoydu, qaçdı. Mahirin səsindən qorxurdular. Mahir elə qışqırırdı ki, onlar Şirin Mirzəyevin batalonundan da var idi qışqıranlar. Onlar bizim səsimizdən qorxa qaçdılar. Belə bir cəngavər oğlandı, Allah rəhmət eləsin. Cəmiyyət şəhidləri Allah rəhmət eləsin. Mahir cəngavər oğlandı, Allah Mahirə rəhmət eləsin. Yoldaşı da budur, mühasirədən çıxardıq bunu. Bunu mühasirədən çıxardıq. Buyur qardaş. Axırıncı dəfə sözü mənə oldu ki, Nurullah səhmiş aşağı, mən də gəlirəm. Mən düşdüm aşağı, mənə çıxartdı. Amma biraz gözlədim, gəlmədi. Axırıncı adam mən oldum ona görə. Allah rəhmət eləsin. Allah cəmiyyət şəhidləri rəhmət eləsin. Mahir ölməz oğlan idi. Mahirin hələ neçə illər bütün. Mən 2 gündür eşitmişəm ki, mən hələ də özümə gələ bilmirəm ki, elə bir oğlan şahid olaraq deyir ki, həmişə deyir ki, yox, bunlardan qisas almalıyıq. Bizim ana bacılarımıza qisas edib, biz də qisasımızı almalıyıq. Sağ olsun Ali Baş Komandanımız İlham Əliyev. Yəni bu işləri nəsib oldu, biz onun nəşini gətirdilər. Biz də şad olduq, bir tərəfdən şad olduq ki, onun biz nəşini gətirdik. Öz doğma torpağında dəfn olundu. Amma ona baxmaraq, onun ölümü ilə bağlı